Saçmanın yerine doldurub benim. Saçmanın yerine doldurub benim. Attım kanatlar sınanay kuşlara. Sen var ey ağramadım ki hara değer, çıkarma değer, çıkarma değer, çıkarma. Bəli, hər vaxtınız xeyir olsun, əziz və hörmətli Azərbaycan xalqı. Sizləri xoş gördük bir daha bu efir qarşısında. Deyə bilərəm ki, xəstə Qasım, Abbas Tufarqanlı, Dədə Qurbanı elə bir ocaq yandırdılar ki, elə bir özlərindən sonra elə bir ocaq yandırdılar ki, bu ocaq əbədi sönməz ocaqdır. Hansı ocaqdır? Çox böyük hörmət elədiyim dostum, qardaşım, 24 ildir biz tanışıq. Eşq olsun mənim gözəl qardaşıma, Aşıq Şahbaziyə. Mən xahiş edirəm, Aşıq Şahbazi, bir mənim yanıma gəl. Xahiş edirəm, bir mənim yanıma gəl buraya. Vaxt azdır, mən o boyda yol gəlmişəm, ev yoxdur, məni bağışlayarlar. Bu tərəfə kəs buraya. Deməli, mənim əziz qardaşım şifahi xalq ədəbiyyatında bizim milli dəyərli sərvətimizdə çox böyük işlər görür. Deyərlər ki, kitab yazmağa nə var ki? Düzdür, yazmaq olar. Amma o kitab ayrı, bu kitab ayrı. Ömür boyu bu kitab yaşayacaq və Aşıq Şahbazi yaşayacaq. O bəlkə də dərsliyə keçdi. O kitabın ərsiyə gəlməsində də biraz bizim çox hörmətli Zəlmixan Yaqubun da, Musa müəllimin də zəhməti olub. Amma Şahbazi aşıqlar gəldi, getdi, bəlkə də az müddət yaşadı. Amma Şahbazi qardaşım, sən ömür boyu elə bir ocaq yandırdın ki, elə bir dəqiq iş gördün ki, sən ömür boyu yaşayacaqsan. Sağ olasın. Mən belə deyə bilərəm, baxın boyuna, buxununa, Dədə Qorqudu heç kim görmür. Amma bugünkü Dədə Qorqudumuz o tayda Zəlmixan Yaqubdur, bu tayda mənim çox hörmətli Aşıq qardaşım Şahbazidir. Bəli, mən səni öpürəm, bağrıma basıram, qədim alım. Sərdar qardaş, bir dəqiqə mən bir dəqiqə buranı tərk edeyim. Mən xahiş eləmişdim aşıqlardan və şairlərimizdən də mənim haqqımda söhbət olmasın, həqiqətən. Elədir qardaş, səndən də istəmişdim. Mən indi üz istəyirəm. Bu məclisi təşkil verməkdə elə çoxlarının zəhməti var. Bax, bizim Şoray şəhər möhtərəm cənab doktor Həkiminpur cənablarının, Ağay Rəbuxə, doktor Fərzad Qasımzadə, xüsusən o taydan sizlər gəlməkdə bizim möhtərəm Cavanşir Axundov səfirimiz, Azərbaycan səfiri. Bunlarda çoxları əziyyətə düşüblər. Mən hamısından təşəkkür edirəm. Siz də xoş gəlibsiniz. Gedəndə Azərbaycana bizim də aşıqların salamını aparır. Mən də aşıqların, İran aşıqlarının bacısı kimi. Mən də sizdən aşıqların dilinizdən təşəkkür edirəm və bu zəhmət çəkənlərin hamısından. Vaxtımız qısadırsa, mənlik olsa elə havalazatı oxu qutarsın. Yoxsa canı üçün burada tutub ataram eşi. Şeiri deyəndə, yurdunu, yerini deməyəndə bir balaca o şeir bəlkə xalqımıza çatmır. Mənim əziz dostumun bir şikarçı dostu var imiş. Hər gün bu şikara gedəndə gəlib deyərdi ki, Şahbazi, bir günləri 5 qırğıol vurdum, 5 nə bilim ördək vurdum, 5 kəhlik vurdum. Şahbazi şair qəlbi həmişə yumuşaq olar, təbiətə bağlı olar. Bir gündə gəldi, dedi ki, sən öl, 5-6 kəhliyin komuna bir güllə attım. Saçmanın biri dəydi, o kəhliyin biri getdi, girdi daşın arasına. Nə oraya pilləkən qoysan, nərdivan qoysan əl çatmaz, nə də ona kömək eləyib, onu oradan heç kim çıxarda bilməz. Elə yerə qonub ki, deyil ay zəlim oğlu, olmazdımı ki sən o saçmanın yerinə buğda doldurub atardın həmin quşun yanına, bəlkə ondan yiyərdi, bir Allah ona nicət verərdi, sağalardı, uçub gedərdi və bunu niyə belə eləyirsən? Sonra deyir ki, mən də tüfəngi aldım, çıxdım şikara və sənin ovun hara? Mənimki hara?
Hay zalım oğlu saçmanın yerine doldurub dəmi. Saçmanın yerine doldurub dəmi. Attım qanatları sınan qartala. Sənin ovun hara, mənimki hara. Mən silah aldım ki səyyad almasın. Silah satanlarda güllə qalmasın. Havalansın quşlar lələk salmasın. Tüfəng almadım ki çıxam şikara. Sənin ovun hara, mənimki hara. Şahbazı bak bu silahı çıkanlar. Ay şahbazı bak bu silahı çıkanlar. Çok geldik yahyan gelip bizara. Benim oğlum hara seni ki hara değer dinar değer. Gezeram çakmak çakandan, maşa terp edenden, ya bakandan. Ay şahbazı, ay şahbazı, bak bu silah çıkandan çok qəlbi kövrəklər gəliblər zara. Hay zalım oğlu, sənin ovun hara, mənim ovum hara. Gülanar, bəfalı dilli pərim, calana cala məni görməyim. Hayara serim bana, calana cala canım vermeyi, dala dala vermeyi, calanı vermeyi. Ağız bir seher ya bir gün orta bir akşam, ay bela bela, ay gülenar, ay sona yar, ay gülenar.